Şirvanda baş vermiş ağır yol nəqliyyat hadisəsi nəticəsində ölkənin cənub və cənub-qərb istiqamətində yük qatarlarının hərəkəti tamamilə dayandırılıb. İyunun 20-si axşam saatlarında Ələt-Astara və Ələt-Horadiz dəmir yol xəttinin Şirvan şəhərindən keçən hissəsində ciddi qəza baş verib. Belə ki, Mercedes markalı beton qarışdıran yük avtomobili dəmir yol xəttləri üzərində yerləşən körpüyə çırpılıb. Zərbənin gücündən Salyan-Şirvan avtomobil magistralı ilə kəsişən dəmir yol körpüsünün aşırmaları yararsız vəziyyətə düşüb. Hadisə nəticəsində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinə məxsus dəmir yolu infrastrukturu ciddi zərər görüb. Nəticə etibarilə Ələt-Astara və Ələt-Horadiz istiqamətində yükdaşımalarda fasilələr yaranıb. Qəzanın fəsadlarının aradan qaldırılması üçün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin təmir bərpa briqadası və xüsusi qatar dərhal hadisə yerinə cəlb olunub. Hazırda ərazidə təmir işləri davam etdirilir. Qatarların hərəkətinin bərpası istiqamətində tədbirlər görülür. Qeyd edək ki, qəzanın baş verdiyi ərazidən keçən Şirvan-Salyan avtomobil yolu da təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bağlanıb. Avtonəqliyyatların hərəkəti alternativ yollarla təmin olunur. Alternatif yol var getməyə? Tanımıram, yox deyəsin. Gələr gedən Laboda yol. Çıqarsan gələr gedən buradan çıxar. Ötən gün axşam saat 6 radələrindən avtomobil tunelə daxil olub və sıxışaraq qalıb. Bundan əvvəl də belə bir hallar baş vermişdi, amma çox təəssüf ki, yəni əsaslı təmir olunmamışdı. Hazırda isə görürsünüz arxada saatlarla, yəni ki, ötən gündən bəri avtomobillər keçə bilmir. Şirvan-Salyan yoludur eyni zamanda bu. Bundan əlavə isə körpüdə nişanlanma düzgün deyil. Yəni körpünün üzərində nişan olmalı idi ən azından, amma yol kənarında olsa da körpünün üzərində biz bu nişanı görənmirik. Təbii ki, bu da sürücülərdə çaşqınlıq yaradıb və bu sürücüdə də eynən oxşar hadisə baş verib və buna görə də avtomobil sıxışaraq qalıb. Təbii ki, bu böyük bir təhlükədir. Ola bilərdi ki, bu çökə də bilərdi, başqa avtomobil də ola bilərdi burada. Ümid edirəm aidiyyatı qurumlar məsələ ilə bağlı çox ciddi tədbir görər. Mirsahib Rahiloğlu, Muğan TV, Şirvan.